Salam yoldaşlar, güvən test topusundan izahımıza davam edirik. Növbəti izahımız imtahan əsasları ideal qaz qanunları bölməsinin temperatur, orta kvadratik kinetik enerji və orta kvadratik sürət, ideal qazın hal tənliyi mövzusunun testləri suallarıdır. Başlayaq. 1. Celsius şkalası üzrə hansı ifadə doğru deyil? 0 nöqtəsi suyun donma temperaturudur. Bu doğrudur. 0 nöqtəsi suyun qaynama temperaturu xeyir, qaynama temperaturu 100 Celsius'dir. Sıfır nöqtəsi təbiətdə mümkün olan ən aşağı temperaturdur. Xeyr, bu Kelvinə aiddir. Yəni Kelvin sıfır olduqda bu -273 Selsiya edir və o ən aşağı temperatur olur. Amma Selsiya bu aid deyil. Deməli bizə də doğru olmayanlara soruşur 2 ilə 3. Yəni birinci sualın cavabı D variantı. Keçirik sağdakı sualımıza 8-ə. Verilmiş ideal qaz bir haldan iki halına keçəndə sıxlığı necə dəyişir? Deməli dostlar, burada mən görürəm ki, həcmin qiyməti sabitdir, yəni V konstant, yəni bu qiymətdə qalıb müəyyən bir qiymətdə və birdən ikiyə keçəndə temperaturun qiyməti 400-dən gəlir 800-ə. Başlanğıc qiyməti 400-dür, son qiyməti 800-dür. Onda temperaturun qiyməti 2 dəfə artdı. Lakin burada temperatur 2 dəfə artsa belə sıxlıq dəyişmir. Çünki həcm sabit olduqda sıxlıq bir də konsentrasiya dəyişməz. Niyəsi də odur ki, konsentrasiya molekulaların sayının həcmə olan nisbətidir. Kütlə sabit olduqda molekulaların sayı da sabit olur və həcm sabit olduğu üçün hər ikisi sabitdirsə, deməli konsentrasiya da sabitdir. Rho bərabərdir M bölünsün V. Burada da yenə kütlə sabitdir. Kütlə sabitdir, sonra həcm də sabitdir, çünki verilmiş kütləyi deyir. Onda hər ikisi sabit olduğu üçün yenə sıxlıq da sabit olacaq. Deməli, həcm sabit olduqda sıxlıqla konsentrasiya da sabit olacaq. Sıxlıq dəyişməyəcək. Cavabımız olsa 8-ci sualda A variantı. Aşağı keçirik. 2. Hansı cihazın köməyi ilə qaz molekülünün orta kinetik enerjisini müəyyən etmək olar? Orta kinetik enerjinin ifadəsi 2-dir, 3, K, T. Burada K Bosman sabiti, T bizim mütləq temperaturumuzdur və temperatur termometrlə ölçüldüyü üçün mən orta kinetik enerjisini termometrlə müəyyən edə bilərəm. Cavabımız odur. İkinci sualda D variantı. 3. Qazın temperaturu hansı cihazda ölçülür? Bayaq dedik, termometrlə ölçülür. Hiqrometrlə rütubət, barometrlə atmosfer təzyiqi, ampermetrlə cəryan şiddəti, xəttkeşlə də biz uzunluğu ölçürük. 9. Otaqda olan termometrin göstərişi təsvir edilmiş otaqdakı havanın temperaturunu və cihazın xətasını müəyyən edin. Görək bu xətt bizə nəyə göstərir? Deməli, bölgülərə baxsaq, 2 dənə qiyməti bir-birindən çıxaq. Misal üçün 30 ilə 20-ni çıxaq və bölək 30 ilə 20-nin arasında qalan xəttlərin sayını. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 xəttdə 20-dən 30-a gəlir. 10-a böldük. Bu bizə verir 10 bölünsün 10, yəni 1. Yəni bu 1-1 artır. Yəni hər bölgüsü 1-dir. Bölgü deməli 1-dir. Yəni bu 20-dən sonra 21 gəlir, 22 gəlir, 23 gəlir, 24, 25, 26, 27, 28, 29, 30. 1-1 artır. Xəta isə bölgünün yarısıdır. Yəni 1-i də təzədən 2-yə böləndə bu bizə verəcək 0,5. Deməli, mənim xətam 0,5-dir. Yaxşı, mənim qiymətim neçədir? Təbii ki, 25 olacaq. Çünki 21, 22, 23, 24, 25. Yəni bu xətt bizə göstərir 25. Yəni yarıdır. 30 ilə 20 arasında qalan 25. Deməli, cavabımız olacaq 25-dən 0,5, yəni 9-cu sualda B variantı. 10. 45 Selsi temperaturu Fahrenheitdə ifadə edildiyi Fahrenheitdəki qiyməti tapmaq üçün Selsiədəki qiyməti 5,9-a, yəni 1,8-ə vurub 32-ni cəmləmək lazımdır. Selsdəki qiymətini 5,9-a, yəni 1,8-ə vururuq. Üstünə 32 gəldiririk. Bu bizə Fahrenheitdəki qiyməti verir. Tapsaq 5,9 vurulsun. Selsdəki qiyməti 45 verib. Üstünə gəlirik 32. 45-dən 5 gedir. Qalır 9. 9 9-a vurulur 81. 81-in üstünə 32 gələndə bizə verəcək 113. Deməli, Fahrenheitdəki qiymət 113-ə bərabərdir. Davam edirik. 4. Suya Kelvin və Selsi şkalalı 2 termometr salınmışdır.
İstilik tarazı halında Selsi şkalası üzrə termometrin göstəricisi 50-dirsə, Selsdəki qiymət 50-dir deyir. Bu zaman Kelvindəki qiyməti deyir tap. Kelvindəki qiyməti tapanda Selsdəki qiymətin üzərinə 273 gəlmək lazımdır. Yəni 50-nin üstünə 273 gəlirik. Bu da bizə verəcək 323 Kelvin. Yəni cavabımız olacaq 4-cü sualda E variantı. 5. Celsius şkalasında termometrin 7 Celsius artması Kelvin şkalasına hansı artım uyğun gəlir? Celsius şkalasındakı artımla Kelvin şkalasının artımlar eynidir. Və Fahrenheitdəki artım isə bunlardan 1,8 dəfə, yəni 5,9 dəfə çox olur. Delta T, delta T. Selsdəki ilə Kelvindəki artım eyni olacaq. Ona görə Selsdəki artım 7 Selsidirsə, Kelvindəki artım da yenə 7 Kelvinə bərabərdir. 5-də cavabımız B variantı. 6. Hansı temperaturda molekulların istilik hərəkətinin orta kinetik enerjisi sıfıra bərabərdir? Orta kinetik enerji nə zaman olar? Təbii ki, temperaturun qiyməti sıfır olduqda. YK bərabərdir 2 KT-də. Temperaturun qiyməti sıfırdırsa, 0 Kelvin isə orta kinetik enerji qiyməti sıfır olacaq. Altda cavabımız C variantı. 11. Suya Fahrenheit və Celsius şkalı 2 termometr salınmışdır. İstilik tarazlığı halında Fahrenheit şkalası üzrə termometrin göstəricisi 50 Fahrenheit olarsa, suyun temperaturunu Celsiusdə hesablayın. Deməli, Fahrenheit-dəki qiyməti tapanda Celsiusdəki qiyməti 5,9-a vurub üstünə 32 gəlirdi. İndi buradan Fahrenheit-dəki qiyməti bizə verib 50. 50 bərabərdir 5,9 T Celsius plus 32. 50-dən 32 çıxanda qalır 18. 18 bərabərdir 5,9 T Celsius. 5,9 elə 1,8-dir. 1,8 T Celsius. Selsdəki qiymət tapanda 18-i bölürük 1,8-ə, bu da bizə verəcək elə 10. Deməli, Fahrenheitdəki qiymət 50-dirsə, Selsdəki qiymət 10-a bərabərdir. 12. Kelvin şkalası üzrə hansı ifadə doğrudur? 0 nöqtəsi suyun donma temperaturudur. Xeyr. Suyun donma temperaturu 0 olanda bu Selsiyə aiddir. Buna görə bunlar xeyir yazdıq. 0 nöqtəsi suyun qaynama temperaturudur. Xeyr. Suyun qaynama temperaturu 100 Selsi, bu Selsidə 100 Selsiyə bərabərdir. Kelvində isə 100-ün üstünə 273 gələndə olur. Neçə? 373 Kelvin olur qaynama. Donma da neçə idi Selsidə? 0 idi. 0-ın üstünə təzədən 273 gələndə Kelvinə çevirəndə olur 273 Kelvin. Kelvindəki qiymətlər bunlardır. 0 nöqtəsi təbiətdə mümkün olan ən aşağı temperaturudur. Bəli. 0 Kelvin təbiətdəki mümkün olan ən aşağı temperaturdur. 12-də cavabımız olacaq elə 3. Davam edirik. 7. İdeal qaz molekullarının orta kinetik enerjisi 2 dəfə artarsa, qazın temperaturu 2 dəfə artacaq. Temperatur cismi təşkil edən molekulların xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür. Yəni YK bərabərdir 2 KT, düz mütənasibdir bir-birinə. Ona görə də kinetik enerji 2 dəfə artarsa, temperatur 2 dəfə artacaq. 7-ci sualın cavabı A variantı. 13. Verilmiş ideal qazın temperaturunun qaz molekullarının konsentrasiyasının Asya qrafiki verilmişdir. Bu proses zamanı hansı fizik əməliyyatların qiyməti artar? Tərs basılılıqda temperatur oxun istiqaməti temperatura doğrudursa, deməli temperatur artır, konsentrasiya azalır və konsentrasiya azalırsa, həcm artacaq. Çünki bayaq dedik, konsentrasiya həcmdən tərs basılan kəmiyyəti n bərabər n bölsün v. Konsentrasiya azalırsa, həcm artar. Deməli, həcmin artdığını götürürük. 1 doğrudur. Sonra yoldaşlar, sıxlıq necə dəyişər? Sıxlıq isə azalacaq, çünki həcm artırsa sıxlıq azalar. Çünki sıxlıq da həcmdən tərs mütasib olan kəmiyyətdir. Ona görə sıxlıq azalacaq. Bunu götürmürük. Bu artar götürdük. Qazın təzyiq. Qazın təzyiqi də neynəyəcək? Sabit olacaq. Çünki n bərabərdir P bölünsün KT. P bərabər NKT-dən alırıq. Təzyiqin sabit qiymətində konsentrasiya temperaturdan ya da temperatur konsentrasiyadan tərs basılıdır. Yəni bu asılığın olması üçün təzyiq sabit olmalıdır. Ona görə də təzyiq dəyişməz. Qaz molekulunun orta kinetik enerjisi isə temperatur artdığı üçün artacaq. Çünki YK bərabər 2 KT solda yazmışam belə. Düz mütənasib asılıdır kinetik enerji temperaturla. Yəni temperatur artanda kinetik enerjisi də artar.
artar bizə lazımdır bunu götürürük. Orta qat sürət də artacaq. Çünki V bərabərdir kök altında 3 bölü m düsturuna görə temperatur artdığı üçün orta kvadratik sürət də artacaq. Cavabımız olacaq 1, 4 və 5. Növbəti sualımıza keçirik. Növbəti səhifəmizə keçirik. Təzyiq və mütləq temperatur arasındakı oxşarlıqlar fərqlilikdə. Elevin diaqramı. 14-cü sual. Vahidi Kelvindir, bu temperaturun vahididir. Vahidi Paskaldır, bu təzyiqin vahididir. Skalar kəmiyyətdir, hər ikisi. Molekulların xaotik irəliləmə hərəkətinin orta ketiqez ölçüsü bayaq qeyd elədik, bu temperatura aid olan tərifdir. 2, 3 və 1, 4. Son sualımız 15-də isə boşluqları dolduraq. P bərabərdir NKT bu temperaturun düsturudur. Burada boşluqda temperatur olmalıdır. Buna temperatur qoyanda YK bərabər 2-3 KT. Yəni buradan temperatur alanda 2YK bölünəcək 3K-ya. Yəni buradakı kinetik enerjidir və buradakı kinetik enerji avtomatik, burada da kinetik enerji mv kvadratı bölü 2 bizə kinetik enerji üstünlüğü verir. Yəni boşluqda temperaturla kinetik enerji olmalıdır. İzah bu qədər yoldaşlar. Növbəti izahlarda görüşəndə özünüzdən müğayət olun.